Salam əziz müəllimlər və şagirdlər. Bugün biz kitabxanada Azərbaycanın görkəmli nümayəndəsi, şair və maarifçi Abdullah Şaiqin 145 illik yubileyi münasibətilə toplaşmışıq. Gəlin Abdullah Şaiqin həyat və yaradıcılığı haqqında məlumatı dinləyək. Abdullah Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatının tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Abdullah Şaiqin uşaqlar üçün yazdığı Xoruz, Bənövşə, Keçi, Quzu, Qızılgül, Qərənfil və digər şeirləri, Tülkü həccə gedir, Tıxtıq xanım kimi pyesləri uşaqlar tərəfindən indidən maraqla qarşılanır. Abdullah Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə Ruhani ailəsində dünyaya göz açmışdır. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdullah Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş. Qadınlar üçün jurnal çıxartmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, əlifba kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları hazırlamışdır. Layla adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdullah Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış dəbistən və məktəb uşaq gənclər topluluğunda işıq üzü görmüşdür. Abdullah Şaiq həm də 1910-cu ildən yazdığı Gözəl Bahar piyesi ilə milli uşaq ədəbiyyatı, milli uşaq teatrının əsasını qoymuşdur. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq tələbə və həyat piyesini qələmə almışdır. O, xalq ədəbiyyatının toplanmasında, araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxucuları çatdırılmasında da böyük rol oynamışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyin Cavid, Məmməd Hadi kimi böyük əbədi simalar haqqında fikirləri bugün də öz dəyərini qoruyub saxlayıb. Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdullah Şaiq, Şekspirin Macbeth piyesini, Jonathan Swift'in Gulliver'in Səyahət romanını, Pushkinin, Lermontovun, Krılovun, Gorkinin, Nekrasovun əsərlərini dilimizə çevirmişdir. Yazıcının Tıxtıq xanım, Tülkü həccə gedir, Yaxşı arxa kimi nağılları bugün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdullah Şaiqin adını daşıyır. Abdullah Şaiq 1959-cu ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdullah Şaiqin ev muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyəti, onunla ünsiyyətli olan yazıcı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Haydi, bu boranlı qış da bitdi. Alqışladığım bahar yetdi. Qızdı günəş, əsti isti yerlər, qarlar əridi, axışdı sellər. Çöllər, dərələr tamam oyandı. Hər yan yeni rəng ilə boyandı. Oldu yenə yamyaşıl ağaclar, dağlar, təpələr, bütün yamazlar. Gülşəndə bənövşələr açıldı, səhralara lalələr saçıldı. Quşlar qayıdıb oxur təranə, şaxlarda tikirlər aşi yenə. Hər şeydə gərək sevinç təravət. Artıq oyanıb gülür təbiyyət, görəcək bunu qalmaz ixtiyarım. Təbrik edirəm, gözəl baharım. Abdullah Şaiqin Danışan Kukla əsəri əsasında səhnəcik rollar: ana, uşaq, kukla, müəllim. Bu cüzdə Abdullah Şaiqin Danışan Kukla əsəri əsasında hazırlanmış səhnəciyi təqdim edilir. İndi oynamaq istəyirəm. Vaxtında edilmədiyi çətin olar, unutma. Ayısı, ayısı. Kimdir, kim danışır? Mənim, sən də Qur'an'dasın.
necə danışa bilirsən? Mən sənin vicdanın səsiyəm. Dərslərini etməsən sabah utanarsan. Salam uşaqlar. Salam. Kim tapşırıq etməyib? Özür istəyirəm, müəllim, dərsimi etməmişəm. Dərslərini hazırlıqlı gəl. Bir də belə olmasın. Gel. Kukla sen haklı idin. Kukla sen haklı idin. Mən dərsimi vaxtında etməliyəm. Həmçə düzgün yolu seç. Çünki bizdən ən yaxşı dostdur. Bu hikayə bizə öyrətdi ki, insanın ən doğru yol göstərəni onun vicdanıdır. Vaxtında oynaq, düz yol seçək, vicdanımızı dinləyək. Aferin. Gözün aydın ey müzəffər, xalqımın oğlu qızı. Gözün aydın doğdu artıq şanlı zəfər ulduzu. Gözün aydın gecə gündüz yol gözləyən analar. Ey gəlinlər, ey bacılar, qalxın ki toy bayram var. Qaranlığı parçalayıb, şəfqət sıxan bu səhər. Göz aydınlıq verib bizə, gətirmişdir xoş xəbər. El şənliyi başdan aşmış, toy bayram var hər yerdə. Üstümüzdən qaldırıldı dəhşət saçan o pərdə. Sevin artıq bundan sonra, şanlı həyat sənindir. Şən və azad nəfəs alan bu kainat sənindir. Abdullah Şaiqin Tıxtıq xanım əsərində obraz səsləndirir birinci sinif şagirdləri. Obrazlar Tıxtıq xanım, Siçan, Pişik, Qurbağa, Quş. Bir gün balaca mehriban Tıxtıq xanım özünə dost axtarmağa çıxır. Mən Tıxtıq xanımam, gəzirəm bağ-bağçam, özümə dost axtarıram. Kim olar mənə arxam? Salam Tıxtıq xanım, mən çevik və zirəyəm. Gəl birlikdə yaşayaq. Yox, sən çox qaçırsan, sakit deyilsən. Mən isə rahatlıq istəyirəm. Onda sağ. Salam Tıxtıq xanım, mən suda üzürəm, hoppanıb düşürəm. Gəl birlikdə dost olaq. Yox, mən suyu sevmirəm. Biz fərqliyik. Sağ ol. Salam Tıxtıq xanım. Salam Tıxtıq xanım, mən güclü və cəsuram. Mənimlə dost olarsan? Yox, sən qorxulusan. Mən isə mehriban dost istəyirəm. Salam Tıxtıq xanım. Mən səni qoruyaram, gözəl nəğmələr oxuyaram. Yox, sən göldə yaşarsan. Mən isə yerdə, biz fərqliyik. Tıxtıq xanım başa düşdü ki, insan özünə uyğun olanı seçməlidir. Tələsmədən seçim etdim, ürəyimə qulaq verdim. Ən vacibi mehribandır, dostluq sevgi qazandırır. Düzgün seçim xoşbəxtlikdir, dostluq isə səadətdir. Mənim qanadlı çiçək, adım isə Kəpənək.
kəpənək. Alava xallarım var, qızıl kimi parıldar. Qanadımı açaram, budaq-budaq uçaram. Yuvam otağım ancaq, olar yaşıl bir yarpaq. Mənim dostumdur hər gün, incə telli göğsümdür. Oynağımdır çöl çəmən, məni tutmaq istəyən. Ey mehriban uşaqlar, siz yaşayan baxtiyar. Mənim də bu dünyada bir başqa aləmim var. Gəldi bahar, açdı güllər, gülür yenə çöl çəmənlər. Quşlar gəlib budaq-budaq, oxuyurlar nəğmə ancaq. Günəş saçıb isti şah, sevinir hər uşaq buna. Yaşıl don geydi təbiət, hər tərəf oldu gözəllik. Abdullah şair yaradıcılığı daim yaşayacaqdır. Onun yaratdığı əsərlər gələcək nəsillərə mənəvi dəyərlər aşılayır. Sağ ol.